Mənim kimisi onun kimisinə beyət eləməz. İmam Hüseyin əleyhissalamın Mədinədə Vəlidlə də hətta, Vəlid ki o zaman beyyətə çağıranda orada da nə təhqir görərsən, nə nalay. Orada da inni misli la yubayu mislə. Mənim kimisi onun kimisinə beyət eləməz. Əgər Yezid kimisi İslama xəlifə olsa, onda ələl İslami və salam, onda İslam aradan gedər. Niyə? Çünki xəlifə qanunvericidir, şəriət qanunvericisidir. Xəlifə kral deyir ki, kral bilir ki, kral da öz işini görür, din alimləri də öz işləri, amma xəlifə o demək deyir, əzizlərim. Xəlifə yəni Peyğəmbər sallavatullahın canişini, şəriət qanunvericisi, onun bütün dediyi sözlər şəriətin adına yazılır. Onun bütün gördüyü əməllər şəriətin adına yazılır. Ona görə İmam Hüseyin əleyhissalam deyir ki, yox, bu ola bilməz. Yezid aşkarda şərab içirsə, yəni bu günləri bir nəfər şərab içəndə deyir ki, sən günah elədin. Bu da şəriətin adına yazılmır ki. Bu günləri bir nəfər zülm eləyəndə deyir ki, sən haqsızlıq elədin. Olmaz belə. Şəriətin adına yazılmır ki. Amma xəlifənin hər işi şəriət qanunvericisidir. Məsələ burada fərq eləyir.